Xanımlar, çox dadlı və ən əsası faydalı bir resepti paylaşıram sizin üçün. Videoda gördüyünüz çərəzləri aldım. Hərəsindən 200 qramdır bu arada. Hamısını ayrı-ayrıca yumuşam, sərmişəm salfetin üzərinə. Ləpəni, badamı, fındığı protvinə yığdım və cəmi 10 dəqiqəlik sobaya qoyacam. Burada məqsəd çərəzləri qızartmaq deyil də, sadəcə qurutmaqdır. Yumuşam deyənə suyu qurusun. 10 dəqiqə sobada qaldıqdan sonra çıxartdım. Gördüyünüz kimi tamamilə az qızarıb üzəri. İndi hər birini bir-bir çəkəcəm. Çəkməmişdən öncə bir də videonu çəkirəm. Deməli, bir limon gedəcək. Limonun içinin tumlarını mütləq şəkildə təmizləyin. Hər çərəzdən 200 qram götürmüşəm. Siz istəyə görə artırıb azalda bilərsiniz. 1 stəkan da bal gedəcək üzərinə. Qızlar, xüsusilə qış ayları üçün kimin evində evladı varsa, çox faydalı qarışımdır. Uşaqlara gün ərzində səhərlər 1 çay qaşığı, böyüklər 1 xörək qaşığı, elə bil ki, mürəbbə yeyirsiniz. Çayla çox ləzzətli, dadlı və faydalıdır. Budur, hamısını çəkdim ət çəkən maşınından. Siz blenderdan da keçirdə bilərsiniz. Bu sizdən istəyinizdən asılıdır. Mən iri qalır deyənə xoşlayıram o dadı. Və üzərinə 1 stəkan yarım təxminən bal tökdüm. Yaxşı-yaxşı qarışdıracam. Yaxşıca qarışdırıram. Bütün çərəzləri bir-birinə qatıram. Sonra bankaya yığıram və soyuducuda saxlayıram. Siz də düzəldəsi olsaz, budur. Görürsünüz nə gözəl alındı. Düzəldəsi olsaz, bankaya yığıb soyuducuda saxlayın. Hər gün uşaqlara 1 çay qaşığı, böyüklər 1 xörək qaşığı, elə çayla yeyin. Göz haqqınızı halal edin, hazırlayacaq hər kəsə nuş olsun.